İmam Həsən Əskəri əleyhissalamın anası Həzrət Süsən salamullah aleyha. Tarixi mənbələrdə Həzrət İmam Həsən Əskəri əleyhissalamın anası Həzrət Süsən xanım salamullah aleyhanın başqa adlarına da rast gəlinir. Həmin adlardan ən məşhurları Hüdeys, Hüdeysə, Hərbiyyə və Səlildir. Bəzi hədislərə nəzər saldıqda xanım Süsən salamullah aleyhanın adları arasından Səlil adının daha çox nəzərə çarpdığını görürük. Belə ki, İmam Hadi əleyhissalamın həyat yoldaşı olanda İmam Hadi əleyhissalam onun şəni və uca məqamı barədə belə buyurmuşdur. Səlil hər cür pislik, nöqsan və çirkin xüsusiyyətdən uzaqdır. Xanım Süsənin ləqəbləri arasında ən məşhuru Ümmü Həsəndir. Həzrət Süsənin oğlu İmam Həsən Əskəri əleyhissalam dünyaya gəldikdən sonra Ümmü Həsən və Ümmü Əbu Muhammed künyəsi ilə, yeganə nəvəsi olan Həzrət Məhdi əleyhissalam dünyaya gəldikdən sonra isə Cəddə ləqəbi ilə ona müraciət edirdilər. Həzrət Süsənin əsl nəsəbi barədə bəzi fikir ayrılıqları olduğuna baxmayaraq, məşhur rəy budur ki, xanım Süsən öz ölkəsində adlı sanlı bir ailədən olmuş. Hətta Şeyx Abbas Qummi özünün Müntəhəl Amal kitabında qeyd etdiyi kimi, Həzrət Süsən öz ölkəsində padşah qızı olmuş. O cümlədən çox möhtərəm və savadlı bir xanım kimi tarixə düşmüşdür. Tarixçilərin qeyd etdiyinə görə, xanım Süsənin ləqəblərindən olan Hərbiyyə ləqəbi onun Abbasilərin xilafəti zamanında müharibələrin birində əsir düşərək kəniz kimi Mədinə şəhərinə gətirilməsinə işarədir. Xanım Süsənin anadan olma tarixinə gəlincə isə, İmam Hadi əleyhissalam və İmam Həsən Əskəri əleyhissalamın anadan olma tarixlərinə diqqət etməklə, onun Hicri 215-218-ci illərdə dünyaya gəldiyini təxmin etmək olar. İmam Hadi əleyhissalamla ailə həyatı qurub və İmam Həsən Əskəri əleyhissalamın anası olması, əlbəttə ki, digər məsum anaların haqqında qeyd etdiyimiz kimi, bu xanımın da yüksək əxlaqi və mənəvi keyfiyyətlərə malik olub, tükənməz fəzilət sahibi olmasına dəlildir. Xanım Süsən, İmam Cavad əleyhissalamın imaməti dövründə Mədinə şəhərində məskunlaşmış və ilahi təqdirlə İmam Hadi əleyhissalamın həyat yoldaşı olmaq şərəfinə nail olmuşdur. Bir neçə il kəniz həyatı yaşamış xanım Süsənin illər sonra İslam dünyasının, Şia aləminin rəhbəri ilə nikaha daxil olması Allahın xüsusi mərhəmət və hikməti əsasında baş vermişdir. İmama gözəl həyat yoldaşı olması ilə yanaşı, Allahın yer üzündəki höccətlərinə mənsub olan imamətin onun pak və mütəhhər vücudu vasitəsilə davam etməsi də xanım Süsənə xüsusi izzət bəxş etmişdir. Bəli, xanım Süsənin imamət və nübuvvət xanedanı ilə ailə qurması onu Bəni Haşimin gəlini məqamına çatdırmışdır. İmam Həsən Əskəri əleyhissalam ata və anasının ilk tanışlığı barədə eşitdiklərini belə xatırlayır. Xanım Səlil İmam Hadinin huzuruna yetkərkən İmam Hadi onu belə məth etmişdir. Səlil hər cür pislik, nöqsan və çirkin xüsusiyyətdən uzaqdır. Xanım Süsən salamullah aleyha İmam Hadi əleyhissalamın yeganə həyat yoldaşı idi. Onların 5 övladı, 4 oğlu və 1 qızı var idi. 1. İmam Həsən Əskəri əleyhissalam. 2. Seyyid Muhammed. 3. Seyyid Hüseyn. 4. Cəfər Kəzzab. Sonralar tövbə edib Təvvab ləqəbi alıb. 5. Əliyyə. İmam Hadi əleyhissalamın övladları içərisində Cəfər Kəzzabdan başqa qalanları ibadətkar, təqvalı, ali mənəvi məqamlara sahib olan şəxslər olmuşlar. Qeyd edək ki, Cəfər Kəzzabın çox xətaları olmuş və sonda tövbə etmişdir. Övladlar arasında Seyyid Muhammeddən başqa hamısının qəbri atalarının pak və mütəhhər qəbrinin ətrafındadır. Xanım Süsən salamullah aleyhanın yaşadığı dövrdə hakimiyyətdə olan Abbasi xəlifələrinin Əhl-i-Beyt əleyhissalam yolçularını daim təhdid və təqiblərə məruz qoyduğunu tarixi mənbələrdən oxuyuruq. Belə bir zamanda təbii ki, Əhl-i-Beyt tərəfdarlarının rəhbəri İmam Hadi əleyhissalam daha çox təzyiqlərlə üzləşirdi. Zalım Abbasi xəlifəsi şiələrin gediş-gəlişini nəzarət altında saxlamaq və İmam Hadi əleyhissalamın fəaliyyətini məhdudlaşdırmaq üçün İmam Əli Nəqi əleyhissalamı Mədinədən Samirraya çağırtdırdı. Mədinə cəmaatının göz yaşı ilə İmam Hadi əleyhissalamı yola salması Hicri 236-cı ilə təsadüf edirdi. İmam Əli Nəqi əleyhissalamın həyat yoldaşı xanım Süsən ətrafında baş verən bu hadisələri çox yaxşı başa düşür
zalım xəlifənin imamət ağacını kökündən kəsmək niyyətində olduğunu tam anlayırdı. Xanım Süsən salamullah aleyhanın keşməkeşli həyatında baş verən hadisələri nəzər saldıqda, onun imamət və vilayət yolunda çətinliklərə səbr etdiyini və bu yolda misilsiz fədakarlıq nümayiş etdirdiyini görürük. Abbasilərin tez-tez İmam Hadi əleyhissalama verdiyi ruhi və fiziki əziyyətlər xanıma oğlu Seyyid Muhammədin dünyadan getməsindən də çox təsir edirdi. Şiələrin həbsi, mallarının qarət olunması, imamların yaxınlarının şəhadəti İmam Hadi əleyhissalamın incə qəlbinə nə qədər ağır təsir göstərirdisə, sözsüz ki, həyat yoldaşı xanım Süsən salamullah aleyhanı da bir o qədər üzürdü. Hicri 254-cü ilin Rəcəb ayının 3-də müsəlmanların 10-cu imamı İmam Hadi əleyhissalam düşmənlər tərəfindən zəhərlənərək şəhid edildikdən sonra xanım Süsən salamullah aleyha yenidən qəm dəryasına qərq olur. Onun təsəllisi müxtəlif yerlərdən axışıb gələn tərəfdarların başsağlığı vermələri, imamı ziyarət edərkən onun üçün etdiyi dualar, tilavət etdikləri ayələr və imamdan nişanə qalmış oğlu Həsən Əskəri əleyhissalam idi. İmam Həsən Əskəri əleyhissalamın imamətinin başladığı dönəm özünə məxsusluğu ilə fərqlənirdi. Belə ki, mütəvatir məlumatlara əsasən Peyğəmbər Əkrəm salavatullahdan sonra Allahın höccətlərinin 12 nəfər olması və İmam Həsən Əskəri əleyhissalamın 11-ci imam olması həm şiələrdə, həm də düşmən tərəfdə xüsusi canlanmaya səbəb olmuşdu. Şiələr sonuncu höccətin intizarında ikən, hiləgər düşmən bu mübarək insanın dünyaya gəlişinin hər bir vasitə ilə qarşısını almağa çalışırdı. Elə bu səbəbdən təzyiq və təhdidlər günü-gündən daha da çoxalırdı. Seyyid İbn Tavus bu barədə belə yazır. İmam Həsən Əskərinin dövründəki xəlifələrdən üçü onu öldürtmək istəmişdilər. Çünki İmam Məhdi əleyhissalamın onun sülbündən dünyaya gələcəyini eşitmişdilər. Bu səbəbdən də İmam Həsən Əskərini dəfələrlə zindana salmışdılar. Şeyx Abbas Qummi deyir, rəvayətlərə əsasən ona əminliklə deyə bilərik ki, İmam Həsən Əskərinin cavan ömrünün çox hissəsi zindanlarda olmuşdur. Bütün bu hadisələrə nəzər yetirdikdə, İmam Həsən Əskərinin anasının fiziki və mənəvi cəhətdən hansı vəziyyətdə olduğunu anlamaq insana ürək ağrıdıcı gəlir. Nəhayət, bir müddət sonra Hicri tarixlə 255-ci ilin Şəban ayının 15-də Əhl-i-Beyt əleyhissalam tərəfdarlarının intizarında olduğu dünyanın xilaskarı İmam Məhdi əleyhissalam dünyaya gələrək qəmgin qəlblərə şadlıq bəxş edir. Bir çox rəvayətlərə nəzər saldıqda İmam Məhdi əleyhissalamın mübarək doğum xəbərini insanlara çatdıran şəxs məhz xanım Süsən salamullah aleyha idi. Öncə də qeyd olunduğu kimi, İmam Məhdi əleyhissalam dünyaya gələndən sonra Həzrət Süsənə cəddə, nənə ləqəbi ilə müraciət edilirdi. Zalım Abbasilərin İmam Həsən Əskəri əleyhissalama qarşı kəskinləşən təhdid və təzyiqlərinin nəticəsi olaraq, sonda Hicri 260-cı ildə İmam Həsən Əskəri əleyhissalam şəhid edilir. İmam bu hadisə barədə anası Həzrət Süsənə öncədən xəbər vermişdi. Tarixçilərin bildirdiyinə əsasən, İmam Həsən Əskəri əleyhissalam öz şəhadətindən az öncə anasını həcc ziyarətinə yola salmışdır. Xanım Süsən salamullah aleyha həcc əməllərini tamamladıqdan sonra Peyğəmbər Əkrəm salavatullahı və imamları ziyarət etmək üçün Mədinə şəhərinə getmişdir. İmamın öz şəhadəti barədə öncədən ona xəbər verdiyi vaxt yaxınlaşdıqda xanım Süsənin qəlbinə kədər çökür, heç cür sakitləşmir. Mədinə şəhərindən çıxaraq xanım Süsən İmam Həsən Əskəri əleyhissalam barədə məlumat almaq üçün Samirra şəhərinə gedən yolun üstündə oturub o şəhərdən gələn şiələri gözləyir. Nəhayət, İmam Həsən Əskəri əleyhissalamın həbs olunub zindana salındığını eşitdikdə vaxtın yetişdiyini anlayır. Çox keçmədən İmam Abbasi xəlifəsi tərəfindən zəhərlənərək şəhid edilir. Oğlu İmam Həsən Əskəri əleyhissalamın şəhid edilməsi xanım Süsən üçün çox ağır idi. Belə qarışıq bir zamanda Əhl-i-Beyt əleyhissalam maarifinin məsuliyyətini öz üzərinə götürənlərdən biri də Həzrət Süsən salamullah aleyha olmuşdur. Ümmü Əbu Muhammed, yəni xanım Süsən salamullah aleyha və Həzrət Həkimə xanım salamullah aleyha, İmam Cavad əleyhissalamın qızı, İmam Hadi əleyhissalamın bacısı, İmam Məhdi əleyhissalamın dünyaya gəlməsi və imaməti barədə olan şübhələri aydınlaşdıraraq İmam Məhdi əleyhissalamın Allahın sonuncu höccəti olduğunu təbliğ edirdilər. Əhməd İbni İbrahim deyib,
Mən İmam Cavadın qızı, İmam Hadinin bacısı olan Həzrət Həkimə xanımın yanına getdim. Pərdənin arxasından ona dini suallarımı verdim. Mənimlə İmam Həsən Əskərinin bibisi arasında belə bir söhbət oldu. Mənə izah edin, bugün siz kimin imamlığına etiqad edirsiniz? Həsən İbni Əlinin oğluna, yəni İmam Həsən Əskərinin oğlu Məhdiyə. Allah məni sizə fəda etsin. Siz onu görmüsünüzmü və ya xəbərini eşitmisinizmi? Bəli, İmam Həsən Əskəri bir məktubda, anasına olan bir məktubunda oğlunun imamət və təvəllüdü barədə xəbər verib. O uşaq indi hardadır? Gizlindədir. Çünki Abbasi xəlifəsi Sarıdan canı təhlükədədir. Bəs indi şiələr kimə pənah aparsınlar? Cəddəyə, İmam Əskərinin anasına. Yəni indi mən bir xanımı imama vəsi qəbul edərək xanımın ardınca gedim? Bəli, siz bu şəraitdə İmam Hüseynin yolu ilə gedin. Belə ki, İmam Səccad həyatda olduğuna baxmayaraq, Həzrət İmam Hüseyn bacısı xanım Zeynəbi özünə sanki vəsi olaraq seçmişdir. Bu işin hikməti İmam Səccadın müqəddəs vücudunun qorunması üçün idi. Cəddə ləqəbli Həzrət Süsən Salamullah əleyhanın belə bir çətin durumda öz üzərinə ağır məsuliyyət götürməsi və bunu etməklə onun nə qədər əzəmətə malik olması bu hadisədən də məlum olur. Şəhid mütəhhəri xanım Süsən Salamullah əleyhanın şəxsiyyəti barədə belə deyib. Cəddənin zəmanə imamının nənəsi olması bu xanımın şöhrət tapmasında təkamül deyil. O eyni zamanda uca məqam, əzəmət və cəlala sahib olmuş bir şəxsiyyət idi. Cəddə Həzrət İmam Əskəridən sonra Məfsəvuş Şiə, yəni şiələrin pənah yeri idi. İmam Əskərinin vəsisi batində gizli və məxfi olan oğludur. İmam vəsisinin öz oğlu olduğunu deyə bilmədiyindən zahirdə bu ali məqamlı xanımı özünə vəsi etmişdir. Qeybət-i Suğranın, yəni kiçik qeyb dövrünün əvvəllərində Samirra şəhəri və İmam Əskəri əleyhissalamın evi Həzrət Məhdi əleyhissalamın ardıcılarının diqqət mərkəzində idi. Lakin İmam Həsən Əskəri əleyhissalamın şəhadətindən bir müddət sonra Həzrət Süsən Salamullah əleyha xəstələnərək tezliklə dünyadan köçəcəyini hiss edir və buna görə də həyat yoldaşının və oğlunun yanında dəfn edilməsi barədə vəsiyyət edir. Nəhayət, Həzrət Süsən xanım Salamullah əleyha bəzi rəvayətlərə əsasən Hicri 262-ci ildə, Kəmalüddinin nəql etdiyinə görə Hicri 282-ci ildə fani dünya ilə vidalaşır. Onun öz dəfni ilə bağlı vəsiyyətinə Cəfər-i Kəzzabın etirazı İmam Məhdi əleyhissalam tərəfindən rədd edildikdən sonra Həzrət Süsən Salamullah əleyha Əskərəyn də torpağa tapşırılır. Allah xanım Süsənin ali məqamını daha da uca eləsin. Allah xanım Süsənin mübarək ruhunu şad etsin. Xanımın pak və mütəhhər ruhuna salavat deyək.